bir açıqlama videosudur. Qısaca danışacağım, sözü uzatmaq istəmirəm çox. Nəyi danışmaq istəyirəmsə onu danışacağım, nəyi açıqlamaq istəyirəmsə onu açıqlayacağım. Heç edit eləməyi də düşünmürəm. İndi yəqin ki, məktəb başlayanda təkcə məktəb yox, bunu bütün yaxınlarıma deyirəm. Dost çevrəmə deyirəm, o dost çevrəsinə deyirəm. Çünki mənim dostlarım heç vaxt elə şey eləməz. Mən 7-8 yaşından kamera qabağındayam. Kamera qabağında olmağı çox sevirəm. Özümü də həmişə dəstəkləmişəm ki, kamera qabağında ol. Bu məsləyi istəyirsən sən, bu məsəllə də davam elə. Sən əgər kamera qarşısında özünü xoşbəxt hiss edirsənsə, kamera qarşısında ol. Amma YouTube, TikTok'da deyildim mən. Yəni ilk gəldiyim sosial şəbəkə YouTube olub, düzdür. YouTube'a videolar falan çəkmişəm, sonra o kanal bağlanıb. Amma Instagramda mən hardasa 2021-ci ildən varam. Yəni bunu 2021-dən əvvəl mən YouTube'da falan olmuşam. Dediyim kimi 7-8 yaşından kamera qabağındayam mən. Instagramdayam. Bu müəllimlərim görür. Onlar heç nə demir. Əksinə soruşurlar ki, icazə verirlər falan filan. Yəni heç nə demirlər. Deməyə də haqqı yoxdur heç kimin. Amma TikTok və YouTube'da yox idim. Yəni YouTube'da var idim. Təkrar qayıtmaq istədim YouTube və TikTok'a. Qayıtdım və başıma gələcəkləri bilirəm. O qədər lağa qoyacaqlar məni, dəstəkləyən də olacaq, lağa qoyan da olacaq. Bunu danışıram ki, mən sizə, bunu bilin. Yəni bunu bilən bilir onsuz da. Mənim kamera qarşısında necə həvəsli olduğumu falan. Amma lağa qoyan da olacaq, gülən də olacaq, dəstəkləyən də olacaq falan filan. Sözüm odur ki, kiminsə hardansa nəsə mənim kimi də sosial şəbəkədən. Mən sosial şəbəkə necə deyim? Həmin şəxslər də sosial şəbəkə istifadə edir də, elədir ki. Və heç bir şey demirəm. Əksinə bir-iki qız var, amma demişəm ki, nəsə desələr, lağa qoysalar, vecvə alma. Dəstəkləyirəm mən səni, sən özün də dəstəklə. Belə demişəm, amma yəni məni lağa qoyanlardan ilk kişi o olacaq. Amma bunu da deyirəm ki, bunu da çəkirəm ki, görən şəxslər görəcək onsuz da yaxınlarımdan, görənlər görməyənlərə açsın bu videonu, izləsinlər, ona görə danışsınlar. 7-8 yaşından kamera qarşısındayam mən. Sabah bir gün nələr olacaq, nələr başımıza gələcək bilmirsiniz. Hamını qınayırsınız, lağa qoyursunuz, eləməyin. Və həmişə də kamera qarşısında olacam mən. Çünki sevirəm kamera qarşısında olmağı. Kamera qarşısında özümü xoşbəxt hiss edirəm. Kimlənsə məsələn yaxınımla və yaxud dostumla üz-üzə oturub danışa bilmirəm, dərdləşə bilmirəm, amma mən sizlə dərdləşə bilirəm, söhbət edə bilirəm. İndi bəlkə də deyəcəklər ki, bundan gördü, gəldi YouTube'a və yaxud TikTok'a. Bunu da deyim, bilin. Mən 7-8 yaşında olanda o insan heç bilmirdi TikTok nədir, YouTube nədir, nə bilim Instagram nədir. İndi bunu deyəcəm, 7-8 yaşındayam. Çoxsu da deyəcək, sən 7-8 yaşından kamera qarşısında deyilsən. Mən sən təzə görmüşəm.
həmin şəxslər bilir özü kimdir. Çox fikirləşmək də istəmirəm. Çünki bilirəm də qabağa verə-verə baxacaqsınız. Amma bunu deyim ki, bilən çox yaxşı bilir. Görən çox yaxşı görüb. 7-8 yaşından kamera qarşısındayam. Həmişə də olacağam. Davam edəcəm. Nə deyirsiniz deyin, lağa qoyursuz qoyun. Yəni bunu demək istədim. Sadəcə qısa bir açıqlama eləmək istədim ki, lağa qoyursaz da vecimə deyil. Yəni arada belə nə bilim qəribə hiss eləmişəm özümü, sanki yanlış yoldayam. Sanki səhv bir şey eləmişəm kimi hiss eləmişəm bəzən. Götürmüşəm YouTube videolarımı silmişəm. Təzəlicə olub 3-4 ayda. 3-4 ay əvvəl olub bu hadisə. Yəni amma təzədən video paylaşmağa başlamışam. Hətta mən fikirləşirəm ki, yayda başlayacağam TikToka, YouTube'a, Instagram'a da davam edirəm onsuz da. Bütün platformalarda olacağam yəni. Neysə. Nə bilim. Bir də bunu demək istəyirəm. Real həyatda necəyəmsə kamera qarşısında da elə olmaq istəyirəm. Real həyatda məsələn beləyəm. Bu şəkildə. Kamera qarşısında da beləyəm. Yəni mənim necə deyirlər ona? Mənim olduğum kimi qəbul edin. Mənim olduğum kimi sevin. Kamera qarşısında belədir, real həyatda belədir falan yox. Real həyatda da pis gülürəm, qışqıra gülürəm. Kamera qarşısında da qışqıra gülürəm. Real həyatda da saçım dağınıq olur. İndi deyəcəksiniz, bunun nə aidiyyatı var? Necə ifadə edeyim bilmirəm. Çünki başa düşmürlər. Amma özümü açıqlama eləmək, nə bilim, məcburiyyətində kimi də hiss eləyirəm. Bir yandan hiss eləmirəm. Dediyim kimi bu videonu editsiz falan kəsmədən paylaşacağam ki, bilin. Ona görə deyirəm ki, çox fikirləşmək istəmirəm. Qabağa verə-verə baxmayın. Çünki açıqlama videosudur. Nə bilim, digər sosial şəbəkə hesablarımın linkini açıqlamaya qoyacağam. Bilmirəm, alt yazı eləyərəm bu videonu ya yox, çünki fısıldaya danışıram. Neysə, belə deyim. Sevilirsiniz. Özünüzü dəstəkləyin. Kimsə vecinizə almayın, kimsə lağa qoymayın, qınamayın. Heç vaxt eləməyin bunu. Ən böyük səhvdir də. Qınamayın. Heç kimi lağa qoymayın. Neysə. Sevilirsiniz. Sağ olun. Bugünün vlogu da, videosu da bu olsun, açıqlama videosu. Amma 00'da, bugün 00'da, bir də sabah axşam tərəf 7-8'də video paylaşacağım. Eyni zamanda yenə 00'da. Nə bilim, sevilirsiniz. Sağ olun.